UFC Bakı kartı haqqında danışacağım. Həm üzüntüsü, həm sevinci ilə çox gözəl bir xatirə olaraq yaddaşımızda qaldı. Bu günləri həm döyüşlər haqqında, qələbələr, məğlubiyyətlər, bundan sonra nələr olacaq onlar haqqında danışacağıq. İlk olaraq Azərbaycanlı döyüşçülərin performansları haqqında danışacağıq. 4 Azərbaycanlı döyüşçü ilə kartda çıxış etmişdik. Bunlardan 3'ü qələbə qazandı. Təəssüflər olsun ki, biri məğlub oldu. Tahir Abdullayev və Fərman Həsənov UFC debutlarında çox gözəl çıxış etdilər və qələbə qazandılar. Təbrik edirik onları. Nazim Sadiqov isə məğlub oldu. Əslində məğlubiyyət də, qələbə də olar, döyüşün içində hər bir şey normaldır. Sadəcə olaraq bir nüans diqqətimizi çəkdi ki, Nazim Sadiqov heç gözlənilməz şəkildə, yəni demək olar ki, bir qarşılıq verə bilmədən, döyüşün içinə daxil olmadan məğlub oldu. Yəni sadəcə olaraq bir zərbə ilə öz tarazlığını itirdi və təəssüflər olsun ki, özünə gəlməmiş hakim araya girdi və döyüşü saxladı. Bu mövzuda biraz müzakirələr var, yəni ki, iki tərəfdən baxırlar mövzuya, yəni yorumlara, şərhlərə fikir verirəm. Bir tərəf deyir ki, hakim haqlı idi, bir tərəf isə düşünür ki, hakim tez araya girdi, Nazim Sadiqov döyüşü davam etdirə bilərdi, ayıla bilərdi. Mən necə düşünürəm, indi bu haqda danışacağam və niyə görə belə düşünürəm, onu da danışacağam ki, daha aydın olsun. Bilirsiniz, MMA-in qaydalarına görə, yəni peşəkar MMA qaydalarına görə, siz əgər yerdəsinizsə və yaxud ayaq üstəsinizsə, yəni bunun çox da fərqi yoxdur. Əgər ardıcıl zərbə alırsınızsa və sadəcə olaraq qapanıb qalmışsınızsa, yəni heç bir müqavimət göstərməyə çalışmırsınızsa, hakim yəni döyüşü aralamaq məcburiyyətində qalır. Təbii ki, burada əslində hakim instinktiv qərar verir. Yəni ola bilər ki, bir hakim daha tez araya girsin, ayırsın. Burada da ona heç kim qarışmır. Ola bilər ki, biraz gözləsin, daha sonra araya girsin. Burada da hakim qərar verməkdə sərbəst olur. Yəni məncə də hakim burada ayırmalı idi. Çünki Nazim zərbəni alır və öz tarazlığını itirərək yerə yıxılır. Təəssüflər olsun ki, yəni rəqibə tərəf baxmır, qapanıb qalır. Özündə olsa da, yəni müqavimət göstərəcək səviyyədə özündə olmur və hakim araya girməyi üstün tutur. Mən də düşünürəm ki, əslində araya girməli idi. Çünki mənə görə Nazim Sadiqovun sağlamlığı qələbə qazanmağından daha önəmli idi. Biz bilirik ki, Nazim Sadiqov güclüdür, UFC səviyyəsindədir və geri dönməyi bacaracaq. İndi isə Tahir Abdullayev və Fərman Həsənovun qələbələri və döyüş performansları haqqında danışacağam. Hər ikisini ürəkdən təbrik edirəm. Olduqca gözəl performans idi. Debut olmasına baxmayaraq çox rahat hiss edirlər özlərini və peşəkar səviyyədə döyüş göstərdilər. Ancaq performans baxımından bir qədər bəzi şeyləri analiz etmək istəyirəm. Əslində çox da uzun danışılacaq bir şey yox idi. Yəni Tahir də, Fərman da açıq üstünlüklə qələbə qazandılar. Tahir əsasən fikir verirdi ağır zərbələrlə rəqibi sarsıtmağa və yerə alıb yerdə bitirdi 3-cü raundda. Rəqib etiraz eləsə də hakimlərin fikri dəyişmədi və qələbə Tahirin oldu. Ki, əgər saxlamasaydılar belə döyüşün bitməsinə sadəcə 30 saniyə qalmışdı. Onsuz da Tahir hər 3 raundda üstün tərəf olmağı bacarmışdı. Fərman Həsənov isə bir qədər Hamzat Çimayevin döyüş üslubunu xatırlatdı. 3 raund ərzində rəqibini belə deyək ki, yerdən yerə vurdu, qaldırırdı, çırpırdı, belə deyək ki, yəni rəqibə qəfəsi dar elədi. Belə deyək ki, qəfəsə girməyində peşman idi desək tam yeridir. Döyüşdən sonra Octagon intervyu, yəni qəfəsin içində verdikləri intervyuda, müsahibədə yəni nələr dedilər, baxdı danışacağıq. Tahir Abdullayev də, Fərman Həsənov da çox özgüvənli, çox belə rahat çıxış etdilər. Təbii ki, bunun bir səbəbi də öz ölkələrində, öz auditoriyalarının qarşısında o alqış səsləri ilə aldıqları bir özgüvən idi. Bu sevincdən gələn bir şeydir. Çox da əla görsənirdi. Ancaq burada bir fərqindəlik yaratmaq istəyirəm. Çünki bu kanalı yaratmağımızda bir səbəb də budur. Tahir Abdullayevin paylaşılan videosunda da, Fərman Həsənovun paylaşılan videosunda da şərhlərdə bir qədər diqqətimi çəkən və mənfi cəhətdən təsirləndiyim şərhlər oldu ki, nalayiq, ədəbsiz cümlələrlə bunlar da şişdilər, özlərini tez buraxdılar, nə bilim, yatacaqlar, bunları yatıracaqlar. Bu kimi yanaşmaları mən başa düşə bilmirəm. Təbii ki, yəqin ki, bunlar hamısı bir paxıllıqdan gəlir, real yanaşma deyil, həqiqətən bu cür düşünmürlər. Çünki bu, yəni başa düşülməzdir də. Yəni bu insan qəfəsə çıxıb, öz ölkəsində o qədər auditoriyanın qarşısında qələbə qazanıb və sadəcə olaraq rahat şəkildə özünü ifadə eləməlidir. Bu idman özünü, belə deyək ki, ifadə edə bilənlərin yeridir. Çünki burada qəfəsdə olmaq üçün sən danışmalısan, sən şou göstərməlisən. Biz, yəni, düzdür, bunları onsuz da bilənlər bilir, amma bizim kanala sadəcə bilənlər baxmır. Mən də istəyirəm ki, bütün xalqımızın xəbəri olsun və biraz da olsa kimlərin sərgərinəsə bilmirsə, fikrini dəyişdirməyə, daha doğru şəkildə yanaşmalarına kömək etməyə çalışıram. Ona görə bunları deyirəm. Yəni, kimsə bilmirsə deyim,
Conor McGregor özü bu idmanı 2013-cü ildə bir çevriliş etdi. Əgər indi UFC varsa, bu qədər yüksəlibsə, hətta bura qədər, bizim ölkəmizə qədər gəlib çıxıbsa, bunlar hamısı oradakı danışıqların, populist yanaşmalardan irəli gəlir. Yəni ona görə də indi bizim idmançılarımız öz cüvənli çıxış edirlər. Kim gəlsə döyərik, aşırdarıq. Bu kimi bunu eləməlidir. Bunu çıxıb çöldə hər hansı bir sıravi vətəndaşa demir onsuz da. UFC-də çıxış edən özü kimi öz səviyyəsində və hətta bəlkə özündən daha güclü idmançılara qarşı deyir ki, yəni daha tez qalxsın, özünü daha yaxşı göstərməyə çalışsın. Bu onun sadəcə olaraq öz güvəni və cəsarətindən irəli gəlir. Yəqin ki, sizin də səbriniz tükənir. Elə mən özüm də səbirsizlənirəm ki, sıra Rafael Fiziyevə çatsın. Çünki çox gözəl bir performans göstərərək gecənin döyüşünə imza atdı. Belə deyək ki, gecəyə damğa vuran bir bitiriş göstərdi. Yəni həqiqətən də hər şey çox möhtəşəm idi. Əslində bizim təxminlərimizə görə onsuz da Rafael Fiziyevin qalib gəlməyə gözlənilirdi. Biz dediyimiz təxminlərə görə də Rafael Fiziyev rəqibindən daha təcrübəli, daha sürətli, reaksiyaları daha yaxşı idi və buna görə də Rafaelin üstün tərəf ola biləcəyini düşünmüşdüm. Ancaq Rafael düşünməzdim ki, belə bir bitirişə imza atar, açıq deyirəm. Mən özüm də çox təəccübləndim. Bəlkə də auditoriyadaydım, canlı baxırdım, gözümün qarşısında oldu deyə belə aşırı reaksiya verdim. Amma orada qışqırmışdım, yəni bunu da deyim. Döyüş haqqında danışası olsaq, birinci raund əslində biraz ortada getdi. Həqiqətən də Manuel Torres həmişə olduğu kimi birinci raundda bitirici zərbəni axtardı və Rafael Fiziyevi bir qədər sarsıtmağı bacardı. Sadəcə olaraq Fiziyev yəni çox sərt, çox dözümlü döyüşçüdür. Justin Gaethje ilə 2 dəfə döyüşüb, yəni demək olar ki, geri qayıtmağı bacaran adamdır. Ona görə də Rufi nokautunu saymasaq, yəni demək olar ki, Fiziyev çox bərkdir, yəni çənə cəhətdən dözümlüdür. Ona görə də Torresin zərbələrindən təsirlənsə də bunu biruzə vermədi və döyüşü belə deyək ki, ortada saxladı, yaxşı idarə etdi. İkinci raundun demək olar ki, elə ilk saniyələri idi. Bəli, ilk saniyələrində bir dönər təpi deyək ki, dönər təpi ilə Manuel Torresi darmadağın elədi. Torres qalxmağı bacarsa da artıq çox gec idi. Fiziyev ardıcı zərbələrlə Torresi bitirdi və mütləq qalibiyyət qazandı. Rafael Fiziyevin döyüşü kimi döyüşdən sonra verdiyi intervyu da çox emosional və müsbət şəkildə təsir elədi. Belə ki, Fiziyev bundan sonra BMF kəmərini istədiyini dedi. BMF də bildiyimiz kimi Charles Oliveira'dadır. Əslində Fiziyev və Oliveira'nı belə də ki, döyüşdürməzlər. Fiziyev hələ o səviyyədə deyil kimi düşüncələr bilirəm ki, olacaq. Ancaq nəzərinizə çatdırım ki, onsuz da Fiziyev və Oliveira'nı qarşılaşdırmışlar və bu döyüş baş tutulacaqdı. Sadəcə olaraq Fiziyevin gözlənilməz zədəsinə görə bu döyüş baş tutmamışdı. Ancaq belə başa düşdüm ki, Fiziyev bu döyüşü çox istəyir və hətta yəqin ki, əvvəlkindən daha çox istəyir. Çünki artıq Oliveira sadəcə olaraq Oliveira deyil, BMF kəməri olan bir Oliveira'dır. BMF nədir deyə soruşulsa, bunu deyim ki, atılışı Baddest Motherfucker'dır. Belə hərfi şəkildə tərcümə eləyəndə bəlkə söyüş kimi çıxa bilər, ancaq belə deyil. Bu cürə başa düşmək olar ki, UFC-nin baş bəlası. Yəni ən pis adam, ən pis döyüşçü, yəni sərhədlər tanımayanda, yəni Rafael Fiziyev də bildiyimiz kimi bu cür döyüşçülərdəndir. Yəni ən ağır döyüşlərə girir, necə ağır zədələr alsa da döyüşü davam elətdirir və bir şəkildə qalib olmağı bacarır. Məğlub olsa belə çox yadda qalan döyüşçü olmağı bacarır. Bu da bir növ BMF-dir və o da özünü sübut eləmək üçün təbii ki, BMF kimdədirsə onu tuşlayır və o hədəfə çatmaq istəyir. Gecənin yan ana döyüşündə Shara Bullet Michel Pereira qarşılaşdı. Məni şərhlərdə qınamısınız, Michael yox, Michel deyə. Tamam olsun Michel Pereira. Yəni də mövzumuza məncə bir aidiyyəti yoxdur. Shara Magomedov birinci raundda başlayan kimi Michel'dən bir arxa zərbəsi aldı və tarazlığını itirdi. Açığı deyim, biraz narahat oldum ki, bu döyüş belə tez bitəcək və biz Sharanın necə hazırlaşdığını görə bilməyəcəyik. Ancaq Shara hazırlıq prosesində nə qədər ciddi olduğunu qəfəsə yansıda bildi. Çox gözəl performans göstərdi. Səhv etmirəmsə, gecənin döyüşü performansını ala bilmədi. Bir qədər maraqlı gəldi. Yəqin ki, hər halda nəsə bir səbəb var, bilmirəm oralarını. Amma mən çox bəyəndim, çox zövqlə izlədiyim bir döyüş oldu. Əsasən ayaq üstə keçən, demək olar ki, ayaq üstə keçən və çox baxımlı bir döyüş oldu. Açıq üstünlüklə qələbə qazandı. Michel'i bitirmək onsuz da çox çətin məsələdir. Yəni, ola bilər düşünəsiniz ki, Sharanın bitiriciliyi zəifdir, o qədər performans göstərdi, zərbələr endirdi. Lakin Michel'ə bir hasar, yəni zədə verə bilmədi. Ancaq bu belə deyil. Əgər təzədən baxsaz videolar yayımlandığında, Michel'in ayağı yəni pərt olmuş deməli başdı. Yəni, ayağı demək olar ki, yoxdur. Yəni, qapqara olmuşdu da zərbələrdən. Yəni, Shara həqiqətən çox üstünə qoyub, çox Fızırıfno, yəni sürətli və
təsirli zərbələr atırdı. Daha əvvəl Şara bu cür performans göstərmirdi açıqcası. Məncə artıq top 5-likdən biri ilə qarşılaşmalı və artıq çempionluq üçün namizəd ola bilərmi və yaxud ola bilməzmi? Bunu yoxlamalıdır. UFC Bakı kartında önəmli bir hadisə baş verdi. UFC tarixinin ən erkən nokautlarından biri məhz Bakı kartında gerçəkləşdi. Türkiyəni təmsil edən Abdurrahman Yahyayev 8 saniyədə bitiriş ilə gecəyə damğasını vurdu. Kartda ümumiyyətlə demək olar ki, əsasən Qazaxlar, Qırğızlar çıxış edirdi. Asu Almabayev qələbə qazandı. Beksat Almaxan çox gözəl performans göstərsə də, bir qədər rəqibinə görə pasiv qaldığına görə məğlub oldu, təəssüflər olsun ki. Burada UFC-nin ulduzlarından və məğlub edilməzlərindən biri olan Şafkat Rahmanov da oradaydı. Səhv etmirəmsə Asu Almabayevə görə oradaydı. Çünki Asu'nun döyüşü bitəndən sonra Şafkat Rahmanov zalı tərk elədi. Mənim ən çox diqqətimi çəkən şeylərdən biri o oldu ki, arenada Qazaxstan bayraqları, Qazaxstan təmsilçiləri, yəni Qazaxstanlılar dəhşət çox idi. Yəni, öz döyüşlərini dəstəkləmək üçün gəlmişlər, iştirak etmişlər. Bu mənə çox xoş təsir elədi. Çox istəyərdim ki, bizim ölkədə də bu cür olsun. İdmançılarımız haqqında məlumatımız olsun, tanıyaq, bilək, dəstək olaq. Bu həqiqətən böyük mövzudur və get-gedə də artır, böyüyür. Yəni bu kimi şeylərdə daha diqqətli olsaq, daha da maraq göstərsək ki, bu kanalın yaradılma məsələlərindən biri də odur. Əgər kanal fəaliyyətini bəyənirsinizsə, videolarımızın davamlı olmasını istəyirsinizsə, videolarımızı bəyənib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz və əgər hansısa bir mövzular maraqlıdırsa, şərhlərdə necə bir videolar olsun, nələrdən danışaq, bu haqda da fikirlərinizi bildirə bilərsiniz.